Uşaqlar, biz sizdən dövri sistemi keçdik, qurtardıq. Dövri sistemə əsasən bildik ki, reaksiyanın istilik effekti, daha doğrusu dövri sistemə əsasən bildik ki, maksimum oksidaşma dərəcəsi qrupun nömrəsinə bərabərdir. Minimum oksidaşma dərəcəsi qrup nömrəsindən 8 çıxmaqla tapılır. Bu oksidaşma dərəcəsi. Bir də ki, reaksiyada elementlərin aldığı, verdiyi elektronların cəminə əsasən onun oksidaşma dərəcəsi müəyyən olunur. Yaratdığı rabitələrin sayına əsasən onların valentliyi müəyyən olunur. Yaratdığı rabitələrin sayına əsasən onların valentliyi müəyyən olunur. Yəni, oxun üzərində hansı almaq, vermək işarələr qeyd olunur, nə qədər elektron alınır, verilirsə, ona əsasən biz oksidaşma dərəcəsini müəyyən edə bilərik. Deməli, var ion forma, var neytral formada. Neytral formada da uşaqlar yadınızda saxlayırsınız ki, neytral formada bütün oksidaşma, daha doğrusu bəsit halda oksidaşma dərəcəsi sıfırdır. Bəsit. Deməli, əgər oxun üzərində elektron verilirsə, minus, məsəl üçün 5, minus 3 üzərinə qeyd olunur və bir element bəsit haldadsa əgər sıfırdan müəyyən bir oksidaşma dərəcəsinə keçir. Uşaqlar, əgər oksidaşma dərəcəsi artırsa, bu elektron verməni göstərir. Bu zaman elektron vermə prosesinin adı olacaq oksidləşmə. Elektron verən özü olur reduksiya edici. Biz bunu reduksiya ediciliyi, oksidləşdirici dövri sistemində necə dəyişir deyəndə demişdik. Məsələn, götürürəm neytral xlor atomu özünə bir elektron birləşdirir və ya natrium atomu özündən bir elektron verir. Bax, bu elektron vermə prosesinə biz oksidləşmə deyirdik. Bir elektron verir, oksidləşir, olur natrium müsbət. Və elektron birləşdirmə prosesinin adı isə reduksiya adlanır. Elektron alma birləşdirmə prosesinin adı isə reduksiya adlanır. Elektron verən neytral atom elektron verirsə, bu oksidləşir və özü olur reduksiya edici. Çünki birləşmədə onun verdiyi elektron hesabına digəri reduksiya olunur. Məsələn, bu natrium xlor birləşməsində natrium elektronunu xlora. Bəli. Deməli, uşaqlar, biz bunu əslində dövri sistemində dediyim kimi keçmişik. Elektron vermə prosesinin adı oksidləşmədir. Elektron birləşdirmə prosesinin adı reduksiyadır. Element əgər elektron verirsə, oksidləşir, olur reduksiya edici. Çünki onun verdiyi elektron hesabına digəri reduksiya olunur. Natrium, məsəl üçün, elektron verir, xlor elektron alır. Xlor elektron alır, bu olur oksidləşdirici. Natrium elektron verir, olur reduksiya edici. Deməli, elektron vermə prosesi oksidləşmədir, özü olur reduksiya edici. Niyə? Onun verdiyi elektron hesabına başqası reduksiya olunur da. Xlor onun elektronu alır, reduksiya olunur. Yəni, elektron alma prosesi isə özü reduksiya prosesidir. Bu oksidləşmə, bu reduksiya prosesi olacaq. Deməli, proton, neytron, bax bunu deyim indidən, proton, neytron heç vaxt dəyişmir. Onlar nüvədədir. Elektron alışı verişi kənardan energetik səviyyələrdə olur. Nüvənin kənarında girən bir prosesdir. Proton, neytron, elektron vermədə, almada heç bir dəyişikliyə uğramır, eynən qalır. Məsəl üçün, qeyd edirəm burada azot. Mənfi 3-dən keçəcək azot müsbət 2-yə. Yəni, belə bir şey qeyd olunubsa, mən oxun üzərinə necə qoymalıyam? Çıx 5 elektron. Hardan bildim? 3 elektron var idi, onu oradan verdi. Plusdakı neytrala keçdi mi? Neytraldan da ikisini verdi, oldu müsbət 2. Ya da uşaqlar, əgər çaşırsınızsa, yadınızda saxlayın. Alınan iyonun üzərindəki yüklə oxun üzərindəki cəbri cəmi əvvələ bərabər olmalıdır. Bax, müsbət 2, bu da çıx 5, cəmi eləyəcək mənfi 3. Deməli, alınan iyonun üzərindəki yüklə oxun üzərindəki cəbri cəmi əvvələ bərabər olmalıdır, mənfi 3, yəni bu şəkildə. Sonra, məsələn, belə bir verilə bilər NH3-dür. NH3-dən keçir nəyə? NO-ya. Azotun burada oksidləşmə dərəcəsi mənfi 3-dür. Hidrogen müsbət 1-dir. Vururam üçün müsbət 3, azot mənfi 3. Bura keçəcək azot müsbət 3. Burada oksidləşmə dərəcəsini dəyişin. Söhbət azotdan gedir. Çünki bizə ən əsas maraqlı olan azotdur. Eyni element, hansının içərisində eyni element varsa onun dəyişməsini müzakirə etmək lazımdır. Mənfi 3-dən keçdi nəyə? Müsbət 2-yə, yəni aşağıda qeyd edilmiş kimi 5 elektron verir.
Yenə deyirəm, oxun üzərindəkini müəyyən eləmək üçün sizə bir ipucu verim ki, oxun üzərindəki rəqəmlə -5-dirsə, -5 yəni 5 elektron verir də. Alınan iyonun üzərindəki yükün cəbri cəmi əvvəldəkinə bərabər olmalıdır. Bu belə uşaqlar. Sonra əgər oksidaşma dərəcəsi azalırsa, bu elektron almadır. Bu zaman elektron alan oksidləşdirici proses reduksiya prosesi bayaq dediyim kimi, amma elektron oksidaşma dərəcəsi artırsa bu elektron vermədir və elektron verən olur reduksiya edici. Buna da nümunə gətirək. Məsələn, H-xlor O verilib, bir də H-xlor verilib. Burada deyir ki, oksidaşma dərəcələri necə dəyişir? Xlorun oksidaşma dərəcəsinin necə dəyişdiyi soruşulur. Xlor burada bu -2-dir, bu -1-dir. Hamısını qeyd edirəm. Hidrogen ancaq metallardan, bir də silisiumla bordan mənfi göstərir. Qalanlarda müsbətdir. Oksigendəki bir flordan müsbət göstərir. Qalanlarında mənfidir. -2-dir. Qoydum üstünə. Xlor da olacaq -1. Deməli, xlor -1-dən hara keçdi? Burada hidrogen -1-dir, bu da -1-dir. Xlor keçdi -1-ə. -1-dən -1-ə keçmək nə deməkdir? Artıq burada 2 elektron almaq deməkdir. Yəni, birini alır, özünü neytrallaşdırır, təzədən birini də alır, olur mənfi. Ya da ki, bunların cəbri cəminə baxıram, əvvəldəkinə bərabər olmalıdır. -2 çıx 1, eləyəcək -1. Bəli, reaksiyanın əvvəldekindən, yəni, tənliyimizin belə deyək də, əvvəlindəki H-xlorun tərkibindəki xlorun oksidaşma dərəcəsini eyniləşdirdik. İndi uşaqlar, deməli, bəzən suallar olur bu tipli, həmişə, məsəl üçün, oksidaşma reduksiya reaksiyalarında yalnız oksidləşdirici, yalnız reduksiya edici ola bilər kimi suallar. Məsələn, 15-dəki tipli suallara baxaq. Məsələn, kükürdün həm -6 qrupun nömrəsinə uyğun -6 oksidləşmə dərəcəsi var, həm -4 var, həm 0 var, həm -2 var. Baxın, kükürd -6-da, -6 oksidləşmə dərəcəsi göstərir də. Deməli, 6 elektron verib. Bu maksimum 6 elektron verə bilərdi, 6-sını da verib də. İndən sonra nə edə bilər? İndən sonra bu ancaq ala bilər. 6 elektron verməlidir, verib. İndən sonra 6 elektronu ala bilər. Yəni, mənim cibimdə 6 manat pulum var. Bundan artıq mənim yoxumdur da. Vermişəm, indi aldığım borc kimə vermişəmsə onu alıram. Yəni, bu indən sonra ala bilər. Elektron alma prosesi də olur, deməli, elektron alma prosesi də olur reduksiya. Elektron alma prosesi olur reduksiya və burada kükürd -6 atomu olacaq oksidləşdirici. Soruşsa ki, hansı yalnız oksidləşdirici göstərir? Ən maksimum oksidləşmə dərəcəsində olan. Məsələn, karbon 4-cü qrup elementidir. -4 olan halda yalnız oksidləşdirici olur. -4 olan halda ancaq reduksiya edici olur. Amma CO-nun tərkibində bu -2-dir, bu -2-dir. Burada həm oksidləşdirici, həm reduksiya edici. İndi gəldik bura. Kükürd -6-dır. Ancaq indən sonra ala bilər. Elektron alma prosesi reduksiya prosesidir. Özü olacaq nə? Oksidləşdirici. İndi gəlirəm bura. Kükürd -2-dir. Kükürd 6-cı qrup elementidir. Minimumu tapmaq üçün 6 çıx 8 eləyir -2. Yəni, bu 2 manat borc ala bilər. Bu 2 manat borcu da alıb indi qaytarmalıdır kiməsə. Elektron vermə prosesi oksidləşmədir. Elektron vermə prosesi oksidləşmədir. Özü olacaq nə? Reduksiya edici. Ortalıqda dayananlar isə həm oksidləşdirici, həm reduksiya edici ola bilər. Deməli, iyon qrupun nömrəsinə uyğun maksimum oksidləşmə dərəcəsindədirsə, o olacaq oksidləşdirici, minimum oksidləşmə dərəcəsindədir reduksiya edici. Yəni, 15-ci sualda, məsələn, S-2 haqqında soruşsa, yalnız verə bilər, verər, oksidləşər, olar reduksiya edici. S0 ortadadır, həm oksidləşdirici, həm reduksiya edici. A variantı uyğun gəlir uşaqlar, ona baxın. Məsələn, 10-cu sualda baxın. Kükürd -2-dən -4-ə keçir. Nə dedim? Dedim, oxun üzərindəki rəqəmlə reaksiyanın əvvəlindəki iyonun elə bir ki, yükünü almaq olar. Oxun üzərindəki rəqəmlə sonraki alınan iyonun yükünün cəbri cəmi əvvəldəkinə bərabər olmalıdır. Yəni, burada artıq mən 6 elektron qoyum ki, -6 qoyum ki, -6 + 4 eləsin cəbri cəmi neçə? -2. Yəni, əvvələ bərabər olsun. Deməli, oxun üzərində çıx 6 ola bilər. İndi gəldim nəyə uşaqlar? Məsəl üçün, 25 tipi deyir, hansında 4 elektron qəbul edilməsi ilə başa çatır. Bax, məsələn, A variantına baxırıq. Eyni olan elementlər nəzərdə tutulur burada. Eyni olan elementlər nəzərdə tutulur. Məsələn, burada manqandan söhbət gedir. Manqan O4 mənfidə manqanın oksidləşmə dərəcəsi nədir? Biz bunu valentlik oksidləşmə dərəcəsi mövzusunda keçmişdik. Manqan O4 qoyuram, üzərinə mənfi qoyuram. Bunun oksidləşmə dərəcəsini bilmirəm. X.
Oksigen elə bil ki, əgər silizium O2 şəklində, nə bilim H2 karbon şəklində verilibsə, bərabərdir 0 qoyub tapacaqsan. Amma burada özü mənfi verib də, deyir yəni bərabərdir 0 yox, bütün ionun cəbri cəmi üzərindəki ionun yükü nədirsə ona bərabərdir. Bax, məsələn, H2 karbon O3 verilib. Mən karbonun oksidaşma dərəcəsini bilmirəm burada. Bərabər 0 qoyub tapacam. Hidrogen müsbət 1-dir. Vururam 2, müsbət 2. Karbonun üstə gələk X, karbonu bilmirəm. Oksigen də mənfi 2-dir. Vurur 6, eləcək minus 6 bərabərdir 0, X bərabərdir müsbət 4 tapacam. Bu elə bil ki, ümumi birləşmədə əgər üzərində heç bir yük verilməyibsə, bərabər 0 qoyub tapacaqsınız. Əgər üzərində belə yük verilibsə, mütləq bərabərdir, həmin yükə bərabər eləyib tapacaqsınız. Məsələn, burada manqanın mən oksidaşma dərəcəsini bilmirəm. Üzərinə X qoymuşam. Oksigen oksidaşma dərəcəsini bilirəm ki, mənfi 2-dir. Vururam 4-ə edəcək mənfi 8. Bərabərdir mənfi 1. X də bərabərdir müsbət 7 edəcək. Burada deməli manqanın oksidaşma dərəcəsi müsbət 7-dir. Müsbət 7-dən müsbət 2-yə keçəndə oxun üzərinə nə qoyum uşaqlar ki, cəbri cəm əvvələ bərabər olsun. Təbii ki, bura mən müsbət 5 qoyaram. Çünki müsbət 5-dən müsbət 2-nin cəbri cəmi əvvəldəkinə bərabər oldu. Mənə də 4 elektron lazımdır. Deməli, A variantı uyğun gəlmir. Gəlirəm o birinə. Burada da buna X qoyuram. Oksigen mənfi 2-dir. X çıxaq. 2 dəfə 3-ün 6. X çıxaq 6 bərabərdir mənfi 1. X də bərabərdir müsbət 5. Müsbət 5. Burada X müsbət 5-dir. Müsbət 5-dən mənfi 1-ə keçir. Müsbət 5-dən, elə bil ki, bunun üzərinə qeyd edeyim. Müsbət 5-dən gələcək mənfi 1-ə. Müsbət 5, mənfi 1. Və bu zaman 6 elektron qəbul eləmiş olacaq. 5-ini alır, özünü neytrallaşdırır, təzədən 1-ini də alır. Ya da ki, elə mən dediyim kimi, müsbət 5-dən mənfi 1-in cəbri cəmi müsbət 5 edir, əvvələ bərabər edir. Burada da 6 elektron qəbul edir, mənə 4 lazımdır. Gəlirəm SO4-dən S2 mənfiyə. Burada SO4-də bərabərdir, mənfi 2 qoyub tapsam, görəcəm müsbət 6-dır. Burada müsbət 2-dir. Müsbət 6-dan, daha doğrusu mənfi 2-dir. Müsbət 6-dan mənfi 2-yə keçəndə burada 8 qoyacam. 8 qoyacam. Çünki 8 elektron aldım. Bunların cəbri cəmi mənə müsbət 6 verməlidir. Müsbət 6 mənfi 2 toplayanda eləcək müsbət 8 mənfi 2 toplayanda eləcək müsbət 6. İndi gəlim C-yə. NO3 mənfi, bu da NO2 mənfi. NO3 mənfi ilə NO2 mənfiyə baxıram. Burada NO3-də azot müsbət 5-dir. NO2-də azot müsbət 3-dür. Müsbət 3-dür. Eləsəz baxarsınız, baxıb görərsiniz. Müsbət 5-dən müsbət 3-ə keçəndə burada 2 elektron qəbul eləyəcək. Mənə 4 lazımdır. Gəldik sonuncuya. Manqan burada müsbət deməli özünüzdən bir yeri hesablayaq. Bura X qoyaq. X çıx. Oksigen oksidaşma dərəcəsi mənfi 2-dir. Mənfi 2 vuram 4-ə mənfi 8 bərabərdir mənfi 2. X bərabərdir müsbət 6. Manqan burada müsbət 6-dır. Keçdim müsbət 2-yə. Müsbət 6-dan müsbət 2-yə keçəndə 4 elektron qəbul eləmiş oldu. Yenə də deyirəm, yüklərin cəbri cəmi əvvələ bərabər olmalıdır və burada da bərabər almış olduq uşaqlar. Sonra indi gəldik məsəl üçün 28 tipli suallara. Hansı reaksiya oksidaşma reduksiya tipli deyil? Mütləq əgər orada siz bəsit maddə görürsünüzsə, bəsit maddə, məsələn A-ya baxın, burada mən bəsit maddə görürəm, sıfırdan hər hansı bir oksidaşma dərəcəsinə gedib. Mütləq bəsit maddə görürsünüzsə, birinci oksidaşma reduksiya tiplidir. Çünki hansısa oksidaşma dərəcəsindən bəsit hala keçir, yəni sıfıra. Ya da sıfırdan hər hansı bir bəsit hala keçir, yəni mütləq şəkildə onu yadınızda saxlayın. Bu oksidaşma reduksiya tiplidir, bəsit maddə var. Bu oksidaşma reduksiya tiplidir, bəsit maddə var. Bu oksidaşma reduksiya tiplidir, bəsit maddə var. İndi gəldim, bir bəsit maddə olanda şübhələnin, bir də azot olanda uşaqlar. Bəsit maddə mütləq bu oksidaşma reduksiya tiplidir. Azot olanda da şübhələnmək lazımdır. Azot NO2-nin tərkibində müsbət 4-dür. Haradan bildim? Oksigen mənfi 2-dir. Vururam 2-yə mənfi 4, azot olacaq müsbət 4. Amma harada NO3 görürəmsə, yadınızda saxlayın ki, orada müsbət 5 olacaq. Çünki o nitrat turşusundan gəlir. Nitrat turşusunun tərkibində nədirsə, NO3-ün də tərkibində o olacaq. Nitrat turşusunun tərkibində bilmirəm. Bu mənfi 2-yə vururam 3-ə mənfi 6. Hidrogen müsbət 1, bu da elədir müsbət 5. Deməli, azot bu NO3-ün içərisində müsbət 5-dir. Deməli, müsbət 4-dən müsbət 5-ə keçəndə nə olur? Oksidaşma dərəcəsini dəyişir. Bu da oksidaşma reduksiya tiplidir. Cavab Y variantı olacaq. Deməli, belə bir şey yadınızda saxlayırsınız ki, harda bəsit maddə varsa, o oksidaşma reduksiya tiplidir və eyni zamanda azot olanda mütləq şəkildə ölçmək lazımdır. Harda HNO3 və NO3-ün bir hissəsini görürəmsə, orada müsbət 5 olacaq. HNO3-də necədir? Burada da elə. NO2-ni harda görürəmsə, üzərində mənfi qoyuram. Yəni NO2-nin hissəsini görürəmsə, bu HNO2-dən gəlir. Əgər duzun içərisində görürəmsə, belə duzun içərisində görürəmsə,
Burada müsbət düşdü. Amma təkcə oksidlərdə üzərində heç bir yük yoxsa, NO2-dir, NO-dur, özünüz ölçməlisiniz. -2 vuraq ki, -4, azot müsbət 4. Bu -7-isə azot müsbət 2. Yəni azot olanda şübhələnin, mütləq yoxlamalısınız. Azot olanda şübhələnin, mütləq yoxlamalısınız. Məsələn, NH3-də -3-dür. Ola bilər ki, HNO3-ün içərisindən gəlsin NH3-ə və ya NH3-dən gəlsin HNO3-ə. Bilin ki, orada müsbət 5-də -3-ə keçid olacaq. Ya -3-dən müsbət 5-ə keçid olacaq. Orada biraz şübhələnib dayanmaq lazımdır. Mütləq şəkildə onu bilin. Sonra uşaqlar, əgər element qrupun nömrəsinə uyğun maksimum valent göstərirsə, maksimum oksidaşma dərəcəsi göstərirsə, ancaq ala bilər oksidləşər, daha doğrusu reduksiya olunar, onlar oksidləşdirici. Qrupun nömrəsinə uyğun minimum göstərirsə, ancaq verər, reduksiya olunar, oksidləşər, olar reduksiya edici. Yəni 32-ci sualda məndən soruşur, həm oksidləşdirici, həm reduksiya edici olsun 32-ci sualda. Onda nə edirik uşaqlar? A-ya baxıram, sink ikinci qrupda yerləşir, əlavə yarım qrupunda. Bunun sabit valentlidir. Müsbət oksidaşma dərəcəsi göstərməlidir, göstərib. Yəni bu ancaq indən sonra ala bilər, alar, reduksiya olunar, olar oksidləşdirici, bu səhvdir, hər ikisindən olsun. Bura baxıram, kükürt qrupun nömrəsinə uyğun -2 oksidaşma dərəcəsi göstərir, minimum göstərir. İndən sonra verər, oksidləşər, olar reduksiya edici, bu da getdi. Deyir ki, hər ikisindən olsun da. İyonlar həm oksidləşdirici, həm reduksiya edici olsun. İndi gəlirəm, xlor qrupun nömrəsinə uyğun minimum valentlik, bu da minimum, daha doğrusu minimum oksidləşmə dərəcəsi, bu da minimum. Ancaq indən sonra verə bilər, başqa variantı yoxdur, verər, oksidləşər, olar reduksiya edici. Bura baxıram, alüminium 3-cü qrupda yerləşir, müsbət oksidləşmə dərəcəsi göstərib, ancaq indən sonra ala bilər, bundan artıq verə bilmir də, alar, reduksiya olunar, olar oksidləşdirici. Bu getdi, cavab C variantıdır. Çünki mis həm müsbət 2, həm müsbət 1 göstərə bilər. O dəmir də həm müsbət 3, həm müsbət 2 göstərə bilər. Bu ortalıqda yerləşənlərdir. Ona görə həm oksidləşdirici, həm reduksiya edici olur. Deməli, yadımıza saxlayırıq. Qrupun nömrəsinə uyğun maksimum göstərilirsə, bu indən sonra ancaq ala bilər. Maksimum müsbət 6-dırsa, məsələn, kükürt alıb da, verib da, indən sonra ancaq ala bilər. Alar, reduksiya olunar, olar oksidləşdirici. Minimum göstərirsə, verər, oksidləşər, olar reduksiya edici. Yəni, bu da belə. Sonra uşaqlar, belə bir sual olur. Mütləq oksidləşmə tipli, reduksiya tipli olan reaksiyalar hansılardır? Deməli, əvəz etmə reaksiyaları. Çünki orada bəsit maddə var. Bunu qeyd edirsiniz. Deməli, 1, mən burada qeyd edirəm, siz yazırsınız. Əvəz etmə. Ondan sonra D hidrogenləşmə, birdən rast gələrsə onlara, hangi bu üzvü kimyada keçirir. D hidrogenləşmə. Sonra reduksiya, hər hansı bir reduksiya edicinin iştirakında. Karbondur, CO-dur və s. metallardır, aktiv metallardır. Sonra hidrogenləşmə, dehidrogenləşmə kimi hidrogenləşmə prosesi də var. Hidrogenləşmə. Sonra elektroliz prosesi var. Orada da bəsit maddələr alınır. Sonra korroziya paslanmadır. Təbii ki, orada da oksidləşmə reduksiya tiplidir. Havadan oksigen iştirak edir. Yanma, bəsit halda orada oksigen iştirak edir, maddə yanır. Yanma reaksiyasıdır, yanma. Sonra qıcqırmadır. Fotosintez. Yəni bu adlara rastla gələ bilərsiniz. Ona görə bunları qeyd edin. Fotosintez. Ondan sonra metalotermiya, alüminotermiya. Yəni bu reduksiya növlərindən biridir. Yenə də deyirəm, yazın. Metalotermiya və ya alüminotermiya. Sonra termit qaynağı reaksiyası da bu alüminotermiya, termit qaynağı reaksiyası. Sonra parçalanma yox. Cracking. Mütləq cracking olur. Cracking reaksiyaları, cracking. Yəni, bax, bunlar mütləq oksidləşmə reduksiya tipli olanlardır. Sonra, amma hərdən oksidləşmə reduksiya tipli ola da bilər, olmaya da bilər. Bu birləşmə reaksiyaları, parçalanma reaksiyaları hərdən oksidləşmə tipli ola da bilər, olmaya da bilər. Onlar nəydən asılıdır? Məsələn, var kalsium karbonat, parçalanır, kalsium oksid, üstə gələk karbon qazı. Burada heç bir oksidləşmə dərəcəsini dəyişmir. Bu parçalanmadır, amma oksidləşmə dərəcəsini dəyişmir. Bu oksidləşmə reduksiya tipli deyil. Amma məsələn, kalium permanganat götürsəm, alınacaq kalium 2, manqan O4, üstə gələk manqan O2, üstə gələk O2. Bu artıq səbəbsiz halda oksigen var, oksidləşmə reduksiya tiplidir. Və ya birləşmə yenə elə. NO2, üstə gələk O2, üstə gələk H2,
O əmələ gələcək HNO3. Bax, burada bəsli maddə var, oksidləşmə reduksiya tiplidir. Amma mən götürsəm, yazsam məsəl üçün tərsinə kalsium oksid üstə gələk su, əmələ gələcək kalsium hidroksid. Bu oksidləşmə reduksiya tipli deyil. Deməli, qeyd edirik ki, birləşmə və parçalanma reaksiyaları həm oksidləşmə tipli, reduksiya tipli ola bilər, həm də olmaya bilər. Oksidləşmə reduksiya tipli ola da bilər, olmaya da bilər. Bunu yadımızda saxlayırıq uşaqlar. İndi keçdik nəyə? Sırf oksidləşmə reduksiya tipli olmayanlar hansılardır? Bax, oksidləşmə reduksiya tipli deyil. Tipli deyil. Dəyişmə reaksiyaları, mübadilə, sizdən keçmişik reaksiyanın tipləri. Dəyişmə və ya mübadilə reaksiyaları var ki, bunlar oksidləşmə reduksiya tipli deyil. Mübadilə. Sonra var hidroliz, indi gələcəkdə keçəcək sizdən. Hidroliz. Sonra suyun codluğun aradan qaldırılması, codluğun, bax, bunu da kalsium dərsində keçəcək. Aradan qaldırılması. Sonra var dissosiasiya yazıram və s. Sonra əhəngin söndürülməsi var. Addan soruşa bilər, ona görə. Söndürülməsi. Hələ ki əzbəririk, sonra rast gələcəyik. Sonra alebastırın alınması, bərkiməsi. Alebastır bilirsiniz nədir? Qola gips qoyulanda alebastır alınır, sonra onu bərkiyib normal gipsə çevirir. Alebastırın alınması, həm də gildə müəyyən bir şeylərin düzəlməsi üçün, əl qabiliyyətinin inkişaf etdirilməsi üçün alebastırdan da istifadə edilir. Alınması. Sonra, yəni bunlar hamısı oksidləşmə reduksiya tipli olmayan proseslərdir. Mütləq ki, bunlar oksidləşmə reduksiya tipli deyil. Bir də uşaqlar testlərdə rast gəlinir. Hansı turşu və turşular, belə deyək, metallarla reaksiyada heç vaxt hidrogeni vermir. Hidrogen reduksiya olunmur. Yadınızda saxlayın. Qatı, sulfat. Sonra qatı və duru, nitrat turşuları heç vaxt metallarla reaksiyada hidrogen ayırmaz. Mütləq HNO3-dən olanda reaksiyada azot nəsə oksidləşmə reduksiyaya uğrayır. Sulfatdan da olanda küt hər hansı bir oksidləşmə reduksiyaya uğrayır. Yəni orada belə deyək də, orada heç vaxt deməli hidrogen ayrılmaz. Onu yadınızda saxlayın. Ondan sonra uşaqlara başqa nə deyə bilərik? Aldığı, verdiyi elektronların sayı istənilə bilər. Onu qeyd elədik. Burada başqa nə var? Burada heç nə. Məsəl üçün 48 tipliyə baxaq. 48-də mis üstə gələ H-dır, NO3-dür. İyon tənində hansı element reduksiya olunur? Baxın, mis burada sıfırdan keçdi nəyə? Müsbət 2-yə. Sıfırdan müsbət 2-yə. Sıfırdan mis keçdi nəyə? Müsbət 2-yə. Bu zaman nə oldu? Burada 2 elektron verdi. Niyə? Çünki bax, bunların cəmini əvvələ bərabər edik də. 2 elektron verdi. Sıfırdan müsbət 2-yə keçdi. Mənə deyir ki, reduksiya olunur. Yəni alır. Bu oksidləşir. Bax, burada mis oksidləşir. Çünki 2 elektronu verir. Mənə deyir, reduksiya olunsun. Hidrogen dəyişmir. Gərək onun metaldan birləşməsi olar. Yoxdur. Hidrogenlə işim yoxdur. Keçirəm, dedim ki, azot olanda şübhələndim. NO3-ün tərkibində bayaq dedim. Nədir? İstəyir HNO3-ün özü olsun, istəyir NO3 mənfi qoyulsun, istəyir duzun içərisində olsun, müsbət 5-dir. Burada gələndə müsbət 4. Deməli, azot müsbət 5-dən azot müsbət 4-ə keçəndə neynədir? Bir elektron birləşdirmiş oldu. Yəni, reduksiya olundu. Hansı reduksiya olunur? Ancaq azot reduksiya olunmuş olacaq. Yəni, bu şeylərdə diqqətli olmaq lazımdır uşaqlar. Ondan sonra gəldik nəyə? Oksidləşmə reduksiya reaksiyalarının tənlikləri, növləri. Oksidləşmə reduksiya reaksiyalarının 4 növü var. Molekullar arası, molekul daxili, sonra disproporsiya, bir də konmutasiya və ya əks sözünə oksidləşmə prosesi deyirlər. Konmutasiya. Molekullar arası oksidləşmə reduksiya reaksiyalarında uşaqlar fərqli, ümumiyyətlə, həm molekul sözü gördüksə, ikisində də molekullar arasında, molekul daxildə. Yəni, fərqli element atomları oksidləşir və ya reduksiya olunur. Tutaq ki, 2 dənə element. Biri mis reduksiya oksidləşəcəksə, hidrogen reduksiya olunacaq. Yəni, fərqli element atomları olur. Amma disproporsiya və konmutasiyada eyni elementdən söhbət gedir. Burada isə fərqli elementdən söhbət gedir.
Molekullar arası adından məlum olduğu kimi iki molekulun arasında baş verir. Məsələn, bax, burada C variantına baxın. Azot burada müsbət 4-dən keçdi, azot müsbət 5-ə. Oksigen 0-dan keçir -2-yə. Və fərqli molekulların arasında olduğuna görə buna molekullar arası oksidaşma reduksiya tipli reaksiyalar deyilir. Mütləq fərqli molekullar arasında olur. Amma molekul daxili oksidaşma reduksiya reaksiyaları deyəndə parçalanma reaksiyalarının gözünüzün qabağına gətirin. Bir birləşmənin içərisindən fərqli element atomları fərqli oksidaşma dərəcələrinə keçəcək. Məsələn, bax, burada B variantına baxın. Kalium xloratda xlor müsbət 5-dir, keçdi -1-ə. Oksigen -2-dir, keçdi 0-a. Yəni, parçalanır. Molekulun daxilindən fərqli formalara keçir. Deməli, uşaqlar, molekullar arası deyəndə təkcə birləşmə yox da, fərqli molekulların arasında olan belə reaksiyaları nəzərdə tuturuq. Molekul daxili deyəndə parçalanma reaksiyaları bir molekulun daxilindən fərqli birləşmələrin içərisində fərqli oksidaşma dərəcələrinə keçəcək. Bir molekulun daxilindən. Yəni, parçalanma reaksiyasını nəzərdə tutacaq, amma fərqli element atomlar. Məsələn, xlorda, oksigen də burada oksidaşma dərəcəsini dəyişdi. Bu belə. Bir də var ki, uşaqlar, disproporsiya. Disproporsiya oksidaşma reduksiya reaksiyalarına nəyi misal göstərə bilərik? Məsələn, indi bax, burada var. Məsələn, burada göstərə bilərik. Məsələn, NO3-ün tərkibində azot, burada baxaq burada. Fərqli NO2-nin tərkibində və NH4 NO3-ün tərkibində. Burada həm disproporsiya var, həm kommutasiya var. Disproporsiya fərqli oksidaşma dərəcələrindən Deməli, uşaqlar, disproporsiya ilə indi oksidaşma kommutasiya reaksiyası nədir? Əgər birinci məsələn reaksiyada dediyim kimi bir oksidaşma dərəcəsindən fərqli oksidaşma dərəcəsinə keçirsə, bir oksidaşma dərəcəsinə, bu olacaq disproporsiya. Məsəl üçün, azot burada müsbət 4-dür, keçəcək -2-dir, bax, oksigen vur 2, eləcək -4, bu da azotda müsbət 4. HNO3 tərkibində təzəcə təyin eləmişdik. Necədir? Müsbət 5. Burada da -2-dirsə, bu da müsbət 2. Əgər element görsən ancaq azot dəyişdi. Azot bir dəfə müsbət 4-dən müsbət 5-ə keçdi, bir dəfə də müsbət 4-dən müsbət 2-ə keçdi. Yəni, bir oksidaşma dərəcəsindən fərqli oksidaşma dərəcələrinə keçirsə, bu prosesə öz-özünə oksidaşma reduksiya deyir, öz-özünə oksidaşma reduksiya prosesi deyir. Eyni həm oksidaşma, həm də reduksiya prosesi baş verir də burada. Həm oksidaşma, həm reduksiya prosesi baş verir. Buna öz-özünə oksidaşma reduksiya reaksiyası və ya disproporsiya deyilir. Yəni, bir oksidaşma dərəcəsindən fərqlisinə keçir. Amma ikincidə azot NH4-ün tərkibində -3-dür, NO3-ün də tərkibində müsbət 5-dir. Fərqli oksidaşma dərəcəsindən bir oksidaşma dərəcəsinə keçir. Burada oksigen -2-dir, azot müsbət 1-dir. Çünki müsbət 1 bıraq ki, müsbət 2 mənfi ilə müsbətin cəbri cəmi bir-birinə bərabər olmalıdır. Bu -2, deməli, bu sol tərəfdən də müsbət 2 almalıyıq. Ona görə müsbət 1 2-yə vururam, müsbət 2. Deməli, azot burada bir dəfə -3-dən müsbət 1-ə keçdi. Bir dəfə azot müsbət 5-dən müsbət 1-ə keçdi. Bir dəfə reduksiya olundu, bir dəfə oksidaşdı. Amma eyni element atomları. Deməli, əgər bir oksidaşma dərəcəsindən fərqli oksidaşma dərəcəsinə keçirsə, bu disproporsiyadır. Amma fərqli oksidaşma dərəcəsindən birinə keçirsə, bu kommutasiyadır. Necə yadımızda saxlayırıq? Dis ümumiyyətlə parçalanma deməkdir. Yəni, birindən parçalanıb başqa oksidaşma dərəcəsinə gedir. Dis parçalanma deməkdir. Yəni, birindən fərqli oksidaşma dərəcəsinə keçir. Yəni, burada da bunun müxtəlif reaksiyaları var. Onun içərisindən seçib uşaqlar işləyə bilərsiniz.